Dağıtın buranı. Nə? Get gəz. Deməli bir şirniyyat düşün ki, üstü yüngül çatlamış, içi isə isti-isti damla şokoladla doldu. Bax, bu tam olaraq həmin o maffindir. Ən yaxşı tərəfi də odur ki, bunu hazırlamaq üçün nə peşəkar mətbəx lazımdır, nə də saatlarla vaxt. Bir neçə sadə ingredient, düzgün tekstura və nəticədə evi qoxusu ilə ləzzət verən şokoladlı maffin. İmkan vermirsən? İçi nəm və yumşaq, kənarı isə yüngül xırtıldayan. Çayın, qəhvənin yanında təhlükəli dərəcədə yaxşı gedir. Və açıq ümumiyyətlə anlamıram, bir dənə yeyib necə dəymək olar ki? Yoxla və səndə bundan daha qəşəng alınacaq, əminəm, uğurlar. Bir söz var, xoşbəxtliyi deyə göstərə bilmərəm deyə bilərəm. Bu da əksinə də xoşbəxtliyi deyə bilmərəm, göstərə bilərəm.